Əziz izləyicilərimiz, hər birinizi Allahın salamıyla salamlayıram. Bir futbol komandası düşünək. Çempion olmuş, önemli bir qalibiyyət qazanmış. Ancaq o komandanın heç bir tərəfdarının olmadığını düşünək. O komandanın qazandığı qalibiyyətin nə qədər əhəmiyyəti ola bilər və ya axıllarda nə qədər uzun müddət qala bilər. Əfsuslar olsun ki, bu heç də uzun müddətli qalibiyyət olmayacaqdır. Niyə? Çünki onun özünə məxsus tərəfdarı yoxdursa da, onu paylaşan bir qrup yoxdursa da, o zehinlərdən, axıllardan silinib gedəcəkdir. Dinimizdəki bəzi rituallar da bu şəkildədir. İnsanlığın ilk tarixindən tutun da, bu günümüzə qədər gələn bütün dinlərdə son din olan İslam dinində də qurbanın özünə məxsus ayrı bir yeri vardır. Biz insanlar bu dini ritüelları nə qədər paylaşarsaq, nə qədər canlı tutub yaşayarsaq, o qədər uzun illər davam edəcək və gələcək nəsillərə axtarılacaqdır. Sevinç paylaşıldıqca çoğalar, kədərlər isə, qəmli günlər isə paylaşıldıqca azalar. Tam da bu mənada qurban paylaşmanın, o sevincə ortaq olmanın, ortaq duyğuları canlı tutub bu toplumu ayaqda tutmanın zirvə adıdır. Qurban adı üstündə bir şeylərdən fədakarlıq etməkdir. Və bu şeyləri, fədakarlıqları edərkən belə Cenab-ı Allah'ın bizə bəxş etmiş olduğu neymətləri bir başqaları ilə eyni düşüncələr çərçivəsində paylaşmaq deməkdir. Əziz izləyicilərimiz, bugün günümüzdə gənclərimizin kimlik və aidiyyət problemi ilə qarşı-qarşıya qalmaqdayıq. Gənclərimiz nə yazıq ki, İslami ritualların xaricində başqa axımlara meyl etməkdədirlər. Yeni il qeyd etmələri desək, kutlamaları desək, bunlara örnəkdir. Necə ki, gənclərimiz əgər öz inancına, milli mənəvi dəyərlərinə sahib düşüncələri yaşamadığı zaman bu qaçınılmazdır ki, cəmiyyətdə çox insanın yaşayacağı, qeyd edəcəyi fərqli macəralara, fərqli məcralara əlbəttə ki, meyl edəcəklər. Bunun qarşısını almanın yeganə bir yolu vardır. Gənclərimizi bayram günlərində milli mənəvi dəyərlərimizə, dini inanclarımıza aid olan ritualları birlikdə yaşamaq və yaşatmaq. Bizim əsas məqsədimiz gəncləri də Qurban Bayramının etkinliklərində aktiv bir şəkildə iştirak etmələrini sağlamaqdır. Əgər biz onları bu aktivitenin içərisinə aktiv bir şəkildə onların iştirakını cəlb edə bilərsək, o zaman əlbəttə ki, gənclərimiz öz inanclarına və milli mənəvi dəyərlərinə sahib duyğu və düşüncələrdə karakterləri, inancları əlbəttə ki, formalaşacaqdır. Bu necə olacaq? Bazara gedib qurbanımızı seçərkən oğul uşağımızın əlindən tutaraq onlara o qurban seçimində yardımcı olmalıyıq. Onlara baş rol verib, onlara bu işin nə qədər önəmli olduğunu və bu işdə onların da nə qədər əhəmiyyətli olduğunu onlara hiss elətdirməliyik. Qurbanımızı kəsdikdən sonra onun pay edilib, qohumlara, qonşulara, dostlara, ehtiyac sahiblərinə pay edilərkən qurbandakı əsas bu ulvi duyğuların yaşanmasında onların da payının olduğunu onlara hiss elətdirməliyik. Əziz izləyicilərimiz, Qurban Bayramının coşqusunu, nəşəsini necə ki atalarımız bizlərə yaşayaraq axtardılarsa da, bizlər də özümüzdən sonraki gələcək nəsillərimizə bu feili yaşayaraq və onlara yaşadaraq axtarmağımız boynumuzun borcudur.